Salam yoldaşlar, termodinamikanın əsasları bölməsinin daxili enerji mövzusunun testdən suallarına baxırıq. Başlayaq. 1. Daxili enerjinin vahidi hansıdır? Enerjinin vahidi jouldur və 1 joule ikinci sualda daxili enerji əsas vahidinin ifadəsini istəyir. 1 joule 1 Newton vurulsun metrə bərabərdir. Newton özü kiloqram vur metr böl saniyə kvadratı olduğundan bunu yenidən metrə vuranda olur kiloqram vur metr kvadratı bölünsün saniyənin kvadratı. Yəni ikinci sualın da cavabı olur A variantı. Növbəti suallarımızla davam edirik. 3. Bir atom müddəi qazın daxili enerjisi hansı ifadə ilə hesablanır? Daxili enerjinin ifadəsi 2 nü r t'dir. Və Joule qanunun riyazi ifadəsi də daxili enerjinin düsturunu bizdən istəyir. Daxili enerjinin düsturu 2 nöqtə idi. Burada maddə miqdarının yerinə m böl m qoyduqda olur u bərabər 2d3. Nünün yerinə m böl m qoyuruq. M böl m RT. Yəni cavabımız olur 4-cü sualda da C variantı. İlk səhifənin sonuncu sualı. Fahrenheit və Celsius şkalaları arasında hansı münasibət doğrudur? Yoldaşlar, Fahrenheitdəki qiymətdən 32 çıxıb vursaq 9-a bizə Celsiusdəki qiyməti verir. Və yaxud Fahrenheitdəki qiyməti tapmaq istəsək, buradan necə yaza bilərik? T Fahrenheit çıxılsın 32 bərabərdir. T Celsius bölünsün 9-da 5. Buradan T Fahrenheit çıxılsın 32 bərabərdir. 5-də 9 T Celsius. Və T Fahrenheit bərabər olacaq onda 5-də 9 T Celsius plus 32. Yəni Fahrenheitdəki qiyməti tapmaq istəyirsənsə, Celsiusdəki qiyməti 9-da 5-ə, yəni 1,8-ə vurub 32 üstünə toplayırsan və yaxud Celsiusdəki qiyməti tapmaq istəyirsənsə, Fahrenheitdəki qiymətdən 32 çıxıb 9-da 5-ə vurursan. İlk səhifəmiz bu qədər yoldaşlar. 6. 3 MRT böl 2U ifadəsi ilə hansı fizik əməliyyat təyin olunur? Yoldaşlar, U bərabər 2D3 M bölü M RT düsturundan böyük yemək, yəni molar kütləni tapanda bu elə həmin ifadəyə bərabərdir. 3 MRT bölünsün 2U-ya. Yəni, bu sualımızın cavabı molar kütlə, yəni A variantıdır. 7. Cismin moleküllərin xaotik irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsü hansı fizik əməliyyatdır? Orta kinetik enerji temperaturla düz mütənasibdir. Yəni, temperatur artanda orta kinetik enerji artır. Temperatur azalanda orta kinetik enerji azalır. Temperatur sabit qalanda orta kinetik enerji sabit qalır. Yəni, moleküllərin xaotik irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsü elə temperaturdur. 7-də Y variantı. 12. Hansı qrafik izobar prosesdə verilmiş Bratton qazının daxil enerjisinin onun həcmindən asılan düzgün əks etdirir? İzobar prosesdə təzyiq sabitdir. Daxil enerjinin ifadəsi U bərabər 2-dir. PV-dir. Təzyiqin sabit qiymətində daxil enerji həcmdən düz mütənasib asılıdır. 12-də B. Davam edək. 8. Hansı istilik prosesində sabit deyilən qazın daxil enerjisi dəyişmir? Daxil enerji nə zaman dəyişməz? U bərabər 2-dir. M bölüm RT düsturunda. Biz izotermik prosesdə kütləmiz sabitdir və izotermik prosesdə temperatur da sabitdir. Onda bizim daxil enerjimiz də sabit olur. Yəni biz burada izotermik prosesdə bizim daxil enerjimiz dəyişmir. Yəni 8-ci sualın cavabı olur C variantı. 9-a da həmin şeydir. Hansı prosesdə sabit deyilən qazın daxil enerjisi dəyişmir deyir. Yenə izotermik prosesdə, izotermik genişlənmədə bizim daxil enerjimiz dəyişməyəcək. Həm kütlə, həm də temperatur sabit qaldığı üçün daxil enerji dəyişmir. 13. Sabit temperaturda bir atom müddəi qazın daxil enerjisinin maddə müdənsizlik qrafik verilmişdir. Qazın temperaturu hesabını deyir. U bərabər 2-dir. Nü-RT düsturundan T-ni tapsaq, temperaturu T bərabər olacaq 2U bölünsün 3 nü-R. Qiymətlərinə qoyuruq yoldaşlar. 2 daxil enerji qiyməti 72-dir. Kilocu olduğu üçün 72 min yazıram. Kilodur, minə vurdum. Böl 3 nü maddə miqdarı bizə verib 2. Universal qaz səviyyənin qiyməti 8-dir, mütərizədə də qeyd olunub. Burada 2-lər gedir.
72-ni 24-ə böləndə, yəni 3 vur 8 24, 70-i 24-ə böləndə qalır burada. 3 vur 1000 olur 3000. 3000 Kelvin, yəni cavabımız o 13-də D variantı. 10. Sabit temperaturda verilmiş dedilər qazın təzyiqi 50% azalsa onun daxilində dəyişər. Bax qeyd elədik, sabit temperaturda, temperatur sabit qaldıqda, kütlə də sabit olduqda verilmiş kütləli deyir. Bu izotermik prosesdir. İzotermik prosesdə daxili enerji dəyişmir. Daxili enerjinin dəyişməsi sıfıra bərabərdir. Yəni cavabımız olacaq 10-cu sualda A variantı. 14 verilmiş dedilər qaz 1 anla 2 anla keçəndə mən görürəm ki, həcm sabitdir. Bir halına iki halına keçir, yəni bu qrafik yuxarı doğru gedir. Yəni kinetik enerji artır. Molekulyar orta kinetik enerjisi artırsa, bu zaman temperatur da artır. Bayaq qeyd etdik, temperaturla düz mütəmsildir. Yəni temperatur artanda orta kinetik enerji də artar. Və temperatur artdığı üçün daxil enerjisi artacaq. Çünki U bərabər 2 yer T'dir. Temperatur artanda bizim daxil enerjimiz də artacaq. Deməli, həm kinetik enerji artır, həm də daxil enerji artır. 14-də A. Səhifəmizin son iki sualı. 11. Sabit temperaturda bir atom müdəri qazın daxili enerjisinin onun kütləsinin asılı qrafiki hansıdır deyir. U bərabər 2-3 M bölü MT üstünə əsasən. Temperatur sabit olduqda molar kütlə də bizə sabit verib. Onda daxili enerji kütlədə necə asılı olur? Düz mütəmsil asılı olur. 11 sualın cavabı A variantı. 15 verilmiş tədqiq qazın təzyiqin həcmin asılı rəqəmi verilmişdir. Hansı nöqtədə daxil enerjinin ən böyük qiymətinə uyğundur? Bu bərabər 2 PV düsturuna görə mən görürəm ki, həm təzyiq, həm də həcm böyük olduqda daxil enerji ən böyük qiymətini almış olur və hər ikisinin, həm təzyiqin, həm də həcmin böyük olduğu nöqtə 4 nöqtəsidir. 4 nöqtəsində daxil enerji qiyməti ən böyük olacaq. Yəni getdikcə 1-dən 4-ə doğru getdikcə həm təzyiqin, həm də həcmin qiyməti artır. 4-də ən böyük qiymətini alır, 1-də isə ən kiçik qiymətini almış olur. 15-də D. Deməli, davam edir növbəti testlərimizdən, növbəti səhifəmizdən. 16. Verilmiş dəydəyə qaz 1 andan 2 ana keçəndə konsentrasiyası və daxili enerjisi dəyişər. Mən burada görürəm ki, 1-dən 2 keçəndə həm təzyiq azalır, həm də temperatur azalır yoldaşlar. Hər ikisi azalır, düz mütəmsil azalır. İndi burada temperatur azaldığı üçün avtomatik daxili enerji azalar. Çünki U bərabər 2 nüyer T'dir. Temperatur azaldığı üçün daxili enerji azalır. Yəni ya A, ya da Y-dir cavabımız. Konsentrasiya necə dəyişər? Həm təzyiq, həm də temperatur azalırsa, deməli bu izoxor prosesdir, həcm sabitdir. Həcm sabit olduqda sıxlıq da, konsentrasiya da dəyişmir. Ona görə də konsentrasiya dəyişməz, daxili enerji azalır. Bu izoxor soyuma hadisəsidir. 16-da A. 19. 2 mol bir atom müdəri qazın daxili enerjisi 240 joule artarsa, onun temperaturu neçə kelvin artar? Delta U bərabər 2D3 μR delta T üstündən istifadə edəcəyik. Yəni yoldaşlar, burada delta T-nin temperatur dəyişməsi tabanında 2 delta U böl 3 nüyer olur. Yəni 2 delta U bizə verib 240, yəni 240 joule artırmış daxili enerji. 3 maddə miqdarı bizə verib 2. Eri də 8-dir. 3 ilə 8 gedir. 240 bölünür 24-də qalır 10. 2 ilə də 2 gedir. Yəni cavabımız edir o da 10 Kelvin. Və temperatur dəyişmələri həm Selsidə, həm Kelvində bir-birinə bərabərdir. 20. Təzyiqi 12 kilopascal və həcmi 10,5 metr kub olan bir atom dəri qazın daxili enerjisini hesab edin. U bərabər 2D3 təzyiqlə həcmlə müstürü 2D3 PV. Yəni 2D3 təzyiqin qiyməti 12, həcmin qiyməti 10,5-dir. Bu bizə nə verəcək? 12-ni 10,5-ə vuranda bizə verir 6. 6-nı vurduqca 18, 18 bölü 2 9. Və təzyiqin qiyməti kilo ilə göstərildiyi üçün daxili enerji də kilo ilə olacaq, yəni 9 kilojoule. 21-də yenə daxili enerjinin dəyişməsini soruşur. Delta bərabər yenə 2D3 nüyer delta T üstünə istifadə edib, bayaq qeyd elədik burada 19-cu sualda. Yəni delta T bərabərdir həmin düstur 2 delta bölü 3 nüyer. Yəni 2 daxili enerjinin dəyişməsini bizə verib. Daha doğrusu daxili enerjinin dəyişməsini soruşur üzrlü sayın. Aşağıda elə yazaq. Delta bərabər elə
2-də 3 növ R delta T 2-də 3. Maddə miqdarının qiymətimizi verib 2, universal qaz sabiti 8, delta T isə temperatur dəyişməsi də 5-dir. Yəni bayaq qeyd elədim. Kelvindəki dəyişmə Selsiusdakı dəyişməyə bərabərdir. Temperatur dəyişmələri bir-birinə bərabər. 2 2-ni apardı. 3 vur 8 24. 24 də vurduq 5-ə neçə eləyəcək? 120 joule. Növbəti sualımız aşağı düşək. Bu 7-nin bütün variantlarını görmək üçün. Hə, daxil edilən temperaturun element diaqramı. Vahidi jouldur. Daxil enerjinin. Müsbət skalar fizik əməmətdir. Hər ikisi. Molekулların xaotik istilik hərəkətinin orta kinetik enerjinin ölçüsü. O bayaq qeyd elədik, orta kinetik enerjinin ölçüsü temperaturdur. Və istilik tarazlığında olan müxtəlif qazlar üçün eyni qiymətə malikdir. İstilik tarazlığı, yəni temperaturlar bir-birinə bərabər olur. 1, 2, 3, 4, yəni Y variantı. 22-də isə boş xanalara müvafiq fiziki əməliyyatların şəklini bizdən istəyir. Termodinamikanın birinci qanunun ifadəsi, yəni Q bərabər H-dır, plus delta U-dur. Buradan delta U bərabər olur 2-5 növ delta T. Buradan da nə qalır elə? Növ qalır. Yəni boş xanalara müvafiq fiziki əməliyyatlar daxil enerjinin dəyişməsi, bir də maddə miqdarıdır. Delta U, bir də növ. Və sonuncu sualımız 8. Cismi təşkil edən molekulaların orta kinetik enerjisi və cismin daxil enerjisinin element dəvamı uyğun ifadələri qeyd edilir. Vahidi jouldur. Hər ikisi həm kinetik enerji, həm də daxil enerjinin vahidi jouldur. İkisi də enerji. Skalar fiziki əməmətdir. Hər ikisi yenə. Hər ikisinin istiqaməti yoxdur. Skalar fiziki əməmətdir. Yalnız əldə qiyməti var. İstilik tarazlığında olan cisimlər üçün eyni qiymətə malikdir. Burada temperaturlar bərabər olur. Yəni temperaturlar eyni olur. Temperatur eyni. Ona görə də temperaturlar eyni olduğu üçün kinetik enerji eyni olacaq. Bu kinetik enerjiyə aiddir. Daxil enerjidə əgər kütlə dəyişirsə, daxil enerji dəyişər. Çünki U bərabər 2-də 3 M bölü MT-dir. Baxmayaraq ki, temperaturlar eynidir, amma kütlələrə baxmalıyıq burada. Kütlələr dəyişirsə, fərqli kütlələr üçün o daxil enerji dəyişəcək. Cismi təşkil edən molekulların hərəkət və qarşılıqlı təsir enerjilərinin cəmidir. Yəni, hərəkət enerjisi, kinetik enerji ilə qarşılıqlı təsir enerjisi, potensial enerjinin cəmi bizə verir daxili enerjini. Yəni, 3, 1, 2, 4. Yəni 18-ci sualın cavabı A variantı. İzah bu qədər yoldaşlar. Növbəti izahlar görüşəndə üzünüzdən müğayət olun.